Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişində xoş gördük sizi. Ötən verilişlərimizdə ailə qurmağın şərtləri, ailə quran şəxslərin hüquq və vəzifələri haqqında söhbət açdıqdan sonra mövzunu davam etdirəcəyimizi söz vermişdik. Bugün övlad tərbiyəsi, övlad-valideyn münasibətləri haqqında danışacağıq. Qonağımız isə İçəri Şəhər Cümə Məscidi Dini İcmasının sədri Surxay Məmmədlidir. Surxay müəllim, mən sizi salamlayıram, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə mən istərdim ki, Qur'an-ı Kərimdə övlad tərbiyəsi, ümumiyyətlə övlad barədə buyurulan tapşırıqları, göstərişləri tamaşaçılarımıza xatırladasınız. Övlad tərbiyəsinin əsas istiqamətlərini Allah Taala nə cür bəyan edir? Ailə sistemi əgər cəmiyyətimizdə normallaşsa, şübhəsiz ki, insanların həm elmi, həm şuuru, həm ictimai cəhətdən, həm siyasi cəhətdən çox kamil və normal bir vəziyyətə düşəcək. Quran-ı Kərimdə ən ümdə, ən başlıca olaraq, xüsusi olaraq Quranda bir neçə yerlərdə, xüsusilə mən qeyd etmək istəyirəm ki, İsra surəsində 23-cü və 25-ci ayələrində evladın ata qarşısında olan borcu və vəzifələri və atanın, ananın və ümumilikdə valideynin evlada verdiyi tərbiyədən bəhs edir. Yəni, biz əgər Qurana istinad edəsək, Quran-ı Kərimdə İsra surəsində bayaqları qeyd elədiyim kimi, Allah Teala deyir ki, məndən sonra valideynlərinizə hörmət eləyin və onların hörmətini saxlayın. Və hətta Quran-ı Kərim buyurur ki, Rabbirhuma kəmə rabbeyanı səğira, atanıza hörmət eləyin, onlar sizin kiçik Allahınızdır və sizin tərbiyəsinizdir. Ümumiyyətlə, Rəbb sözü Quran-ı Kərimdə bir neçə mənada gəlib və bir mənada tərbiyəçi mənasında, tərbiyə vermək və tərbiyələndirmək mənasındadır. Yəni, mürəbbi sözü də elə buradandır, yəni tərbiyəçi sözü. Bəli, mürəbbi sözü də buradandır, tərbiyəçi, yəni kök etibarı ilə bərabərdir, tərbiyəçi sözündəndir. Bilavasitə Allah Teala Quran-ı Kərimdə əgər insanların Allaha itaati varsa, Allaha əyilməsi varsa, Allaha səcdəsi varsa, ibadəti varsa, bir mənalı şəkildə qəbul olunmuşdur ki, Allahdan sonra valideynlərinizin qarşısında təzim eləyin. Şübhəsiz ki, səcdə Allaha məxsusdur, itaat Allaha məxsusdur. Amma bu mənada qeyd olunur ki, atanıza itaat edin. Onların əmrində dayanın. Və hətta Quran-ı Kərimdə buyurur ki, فَلَا تَقُلْ لَهْمُ اُفِّنْ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهْمَ قَوْلًا كَرِيمًا. Valideynizlə çox ehtiyatlı danışın, çox aram danışın, çox səbirli danışın, təmkinli danışın və onların qarşısında çox təvazökarlıq eləyin. Hətta onlar acıqlı olan zaman, onlar çətinliyə düşdüyü zaman onların əhval-ruhiyyəsini oxşayın və onlarla ünsiyyət tanımağı bacarın. Hətta Quran-ı Kərimdə göründüyü kimi uffin, uf kəlməsi ən aşağı bir kəlmədir. Yəni ondan aşağı bir şey olsaydı Allah Teala Quran-ı Kərimdə onu qeyd eləyərdi. Ümumilikdə valideyn tərbiyəsi iki tərəfli bir münasibət qurulmalıdır. Yəni evladın valideyn və valideynin evlad qarşısında olan vəzifələri çoxdur. Və bu məsələni qeyd etmək lazımdır ki, Həzrəti Əlidən, əleyhissalamdan belə bir hədis var. Əllimu əvladakum li zəmanin qeyri zəmanikum və innəhum vulidu li zəmanin qeyri zəmanikum. Evladlarınızı zamanlara görə yetişdirin, zamanlara görə tərbiyə eləyin. Evladlar dünyaya atılırsa, onlar dünyanın hər yerində inkişaf edirsə, yaşayırsa, yaradırsa, nəfəs alırsa, şübhəsiz ki, bunlar hamısı valideynin evlad üzərində olan qayğısıdır. Bugün gənclərimizi maraqlandıran, yəni kompüter əsridir, bu günləri internet əsridir. Bu çox gözəldir və çox önəmlidir. Bu günləri bizim gənclərimiz Avropaya tərəf meyillidirlər. Avropa bizim Quran-ı Kərimimizin, yəni müqəddəs Quran-ı Kərimin səmavi olan kitabdan çox gözəl bəhrələnirlər. Təhsil haqqında, tədris haqqında, ictimai fikirlər haqqında və inkişaf haqqında. Amma biz Avropanın xoşa gəlməyən, belə deyək, o gənclərimizə mən bunu aid eləyirəm, şamil eləyirəm. Artıq onlar bugün gəncdirlər, sabahları valideynlər, anadılar, atadılar və üzərində də çox böyük məsuliyyət var. Əgər bu günləri bir ictimai bir fərd kimi, bir şəxs kimi əgər kütlə qarşısında dayanıblarsa, amma sabahlar onlar valideyn kimi çıxış eləyəcəklər, ata və ana kimi çıxış eləyəcəklər. Mən buna tarixi bir misal olaraq qeyd etmək istəyirəm ki, hətta bunu 6-cı İmam Sadiq əleyhissalamdan da qeyd eləyirlər ki, imamın yanına bir evlad gətirir, uşaq gətirirlər 2 yaşında təqribən, ərəbdir, deyir ki, ey Peyğəmbər balası, mən gətirmişəm bu evladıma sən təhsil verəsən, tədris verəsən, elm öyrədəsən və bilavasitə bu zamanın tələblərinə uyğun cavablar artıq cavab tapmaq üçün
bu uşağı gətirmişəm ki, 5-10 ildən sonra artıq bu mühitdən nəticə ala bilsin, zamandan nəticə ala bilsin. Təbii ki, imam qeyd edir ki, neçə yaşı var? Deyir, artıq 2 yaşa çatıb, hətta 1 yaşda yazırlar, 1 yaş yarımda yazır. İmam təəssüflənir, deyir, əfsuslar olsun, gecikmişsiniz. Ana bətnində gərək buna tədris eləyəydiniz, ana bətnində gərək buna tərbiyələndirəydiniz. Biz cəmiyyətdə əsasən övladın valideynə hörmət etməsi, valideynə itaət etməsi, onun əmrlərinə qulaq asması və onun qarşısında daşıdığı vəzifələr haqqında daha çox eşitmişik. Amma İslam maarifində eləcə də valideynin övlad qarşısında müəyyən vəzifələri var. Yəni, övladın da haqları var valideyn boynunda. Bax, mən istərdim ki, övladın valideyn üzərində olan haqları barədə bir qədər danışaq. Valideyn öz övladı üçün nələri etməyə borcludur bizim dinimizə görə? Valideynin evlad üçün etdiyi ən başlıca amil və vəzifələrdən biri evladına yaxşı ad qoymaqdır. Şübhəsiz ki, evlad bugün körpə dünyaya gəlir. Dünyaya gəldiyi zaman artıq o evlada ad seçimi lazımdır. Bu günləri evlada ad qoymaq ən böyük vəzifələrdən biridir. Bir zaman olub, yəni ərəbin belə deyə cəhalət bir zamanında evlad dünyaya gəlirdi, bəlkə də aylarla o evlada ad qoymurdular. Abdullah kimi səsləyirdilər və yaxud İbni Abdullah kimi səsləyirdilər, filan atanın oğlu kimi səsləyirdilər. Çünki ad tapa bilmirdilər. O adları da artıq onun hərəkətinə görə, onun atasının tutduğu vəzifəsinə görə o adlarda seçim yaranırdı. Amma Peyğəmbər İslamın özünün dəfələrlə dilində oldu ki, dedi, evladlarınıza ad qoyanda tərbiyəvi bir ad qoyun. Elə ad qoyun ki, o evlad böyüyəndə o adı ilə xəcalət çəkməsin. Biz çalışaq ki, evladlarımıza gözəl adlar qoyaq, nümunəvi adlar qoyaq. Yəni, Peyğəmbərin, imamların, belə deyək, o qədər o nəslindən, kökündən, o genetik tərkibindən asılı olanlara adlar var ki, o adları bu günləri bayaqlaşdırmaq lazımdır o adları. Və evlad artıq böyüyə-böyüyə, yetkinlik yaşına, o ərsəyə gəlib çatandan sonra o adı hiss eləyəcək, biləcək ki, bu adı mənim valideynim qoyub, bu valideyni ehtiram əlaməti olaraq, bu valideynin hörmətinin xidmətində o adı ki, mənə qoyub, o çalışmalıdır günü-gündən artıq gəncliyə qədəm qoya-qoya və artıq özündə və öz adında və bu adı doğrultmağa çalışacaq. Məsələn, bu günləri belə deyək, evladlarımızın adlarını qoyuruq Muhammed. Təəssüflər olsun ki, Muhammed o əsl Muhammedə layiq hərəkət eləmir və yaxud belə deyək, Əli qoyuruq, Həsən qoyuruq, Hüseyn qoyuruq, qızlarsa Fatimə qoyuruq, Zeynəb qoyuruq, Zəhrə qoyuruq və ilaxır o adlara layiq insan hərəkət eləməlidir. Valideynin bilavasitə vəzifəsi evladına gözəl ad qoymaq, hüquqlardan biri budur və ona yaxşı tərbiyə vermək və onu zamanlara görə zamana təqdim etmək. Bəzi ailələrdə oğul övladı ilə qız övladı arasında fərq qoyulmasına şahid oluruq. Yəni, bəzən ata-ana doğulacaq övladın oğul olmasını istəyir və qız doğularkən kədərlənir, xəcalət çəkir və hətta yəni, müsəlmana yaraşmayan bəzi belə deyim, münasibətlərini də bildirirlər bu məsələyə. Və gələcəkdə həmin qız uşağı ailədə öz qardaşları ilə böyüyərkən çox böyük fərq qoyulur oğlanla qızın arasında. Yəni, oğlana azadlıq verilir,
oğlana ixtiyar verilir, oğlana sevgi göstərilir, məhəbbət göstərilir. Qız isə ondan bir qədər aşağı mərtəbədə Məhdudiyyət qeyd qoyulur. edilir. Bax, İslamda vəziyyət nə cürdür? İslam övladlar arasında bu cür fərq qoyulmağını bəyənirmi? Gəlin biraz köhnə tarixlərə qaydaq, yəni peyğəmbərlərin tarixinə qaydaq. Bilirsiniz, cəhalət dövrü olub. Ərəblərin qız evladı olduğu zaman onlar diri-diri bastırırdılar və bu Quran-ı Kərimdə bunun bariz nümunələri var. Və Peyğəmbər İslam zaman-zaman tövsiyə elədi, zaman-zaman Allahın o vəhyini insanlara çatdırdı ki, evladlarınızı öldürmün. Xüsusilə qız evladlarını öldürmün. Quran-ı Kərim buna yasaq qoydu. Quran-ı Kərim bir mənalı dedi ki, hər hansı bir evladınızı dünyaya və cəmiyyətə təqdim edirsinizsə, onu normal şəkildə təqdim eləyin. Onu layiqincə təqdim eləyin. Allah bəyənən şəkildə təqdim eləyin. Allah üçün Quran-ı Kərimdə oğul qızın fərqiyyəti yoxdur. Fərq varmır Allah Teala Quran-ı Kərimdə. Bu oğuldur və bu qızdır. Sadəcə bizim ürfdə, yəni bizim zamanımızda adət-ənənələrə görə qıza ehtiram niyyədir? Və nə üçün qıza ehtiram olunur? Və qıza ehtiram olunur bu mənada ki, bizdə deyirlər ki, qız güya kəsidir və qızda sabahları o ailə quracaq, o bizi ilə müvəqqətidir və bu ehtiram bəslənilməlidir. Təbii ki, bunun bir qaynağı, bir kökü Peyğəmbər İslam'a gedir. Çünki Məhəmməd Əleyhisselamın artıq İbrahim adlı oğlu var idi. Allahın rəhmətinə qovuşdu. Çünki Peyğəmbərliyin möhrü Məhəmməd Əleyhisselamda qurtarmalı idi. Və Allah onun oğlunu İbrahim əlindən alınan sonra Peyğəmbər məyus oldu. Və Fatimə Zəhra ilə, qızı Fatimə ilə Peyğəmbər nəfəs alırdı. Və hətta Quran-ı Kərimdə Kəvsər surəsi də Fatimənin şəninə gəldi. Və tarixlərdə göstərilir ki, Peyğəmbər İslam hər hansı bir səfərə gedəndə və yaxud evə girəndə birinci Fatiməni öpərdi. Çünki Fatimə qız uşağı idi və qız uşağından başqa Peyğəmbərin oğlu yox idi, belə deyək. Və bu tarixi kökləri və bu tarixi əsasları meyar götürərək, ülgü götürərək, ölçü götürərək biz Peyğəmbərin yolu ilə belə gedirik. Amma bu günləri nə gözəl olar, evdə qız da var, oğul da var. Valideynin ən ümdə vəzifəsidir ki, onların hər ikisini əzizləsin. Əgər evlad üçün hər hansı bir geyimi alırsa, hər hansı bir qidanı alırsa, onu sevirsə, əzizləyirsə, öpürsə, təbii ki, evlad arasında fərq qoymamalıdır. Valideynin evlad münasibətlərinin əsas amilləri budur ki, artıq cəmiyyətimizə, xalqımıza, bəşəriyyətimizə normal şəkildə o evladı böyütsün. Fərq etməz, Allah payıdır. Oğul, fərq etməz qız. Bir çox ailələrdə biz qız uşaqlarının təhsilinə çox da diqqət yetirilmədiyini şahid oluruq. Belə düşünürlər ki, ümumiyyətlə qızın təhsil alması vacib deyil. Çünki o erkən yaşlarında ailə quracaq və ailə qurduqdan sonra da yəqin ki, evdar qadın olacaq, heç yerdə işləməyəcək. İslam məsələyə münasibət nəzərdir? Yəni, qız uşağına təhsil vermək lazımdırmı? Ümumiyyətlə, bəzi qalıqlar ki var, o tarixi qalıqlar artıq süzülə-süzülə, süzgətdən keçə-keçə, sintezi ola gəlib bizə çıxıb və bunlardan da biri, şəxsən şahid olmuşam ki, elə evlərdə olmuşam ki, qızın neçədə oxuduğunu, hansı sinifdə oxuduğunu mən öyrənmək istəmişəm. Deyirlər, artıq qız artıq ağlı kəsəndən bəri, yəni 8 yaşından artıq bu uşaq məktəbə getmir. İslam buna qadağa qoyur. Bugünkü gündə və bugünkü zamanda və bugünkü əsrdə xanımın təhsil alması bəlkə oğlanlardan daha da vacibdir. Yəni, bu günləri belə deyək, həyata etibarı yoxdur, zamana etibarı yoxdur, vaxta etibarı yoxdur. Bugün bəlkə qız elə bir ailədə yaşayacaq ki, elə bir cəmiyyətdə yaşayacaq, elə bir ailənin içində artıq gedib formalaşacaq ki, baxacaq, görəcək ki, o mühitdə yalnız mənim işləməyim vacibdir. Bunun təhsil olmalıdır. Və əbəs yerə Peyğəmbər əleyhissalam deməyib ki, öz zamanında tuallimus saatun xeyrun min ibadəti sənə qaibun bil-leyli və saimun bin-nəhar. Peyğəmbər İslam heç vaxt fərq qoymayıb. Bu qızsındır, bu oğulsundur. Fərq etməz. Bir mənalı Peyğəmbər İslam üzərimizdə bir vəzifə qoyaraq, bir Peyğəmbər haqqı qoyaraq, bir bəşər haqqı qoyaraq,
Peyğəmbər İslam buyurmuşdu ki, elm öğrenin. Elmin dalıcan hətta gedin Çində də olmuş olsa, elm öğrenin. Bir saat elmlə məşğul olmaq 1000 ilin ibadətindən əfsəldir. Burada fərq qoymadı. Oğul, qız. Mən məsləhət bilərdim ki, bugün üzümü tutub gənclərimizə deyərdim ki, və xanımlarımıza deyərdim ki, onlar oğlanlardan da çox elmlə məşğul olsunlar. Onlar kompüter də bilsinlər. Onlar müəyyən, belə deyək, o elmin o zirvələrini fəth eləmək üçün gecə-gündüz çalışsınlar. Biz hamımız ilkin tərbiyəni anamızdan almışıq və hətta təhsilin də ilk dövrlərində, yəni əlifbadan başlayaraq öz anamızın tərbiyəsi altında böyümüşük. Yəni bəzən bir çox ailələrdə biz görürük ki, yəni evdə ata işləyir, çox vaxt evdə olmur, axşamdan axşama evə gəlir və övladın tərbiyəsi ilə, övladın təhsili ilə də lazımınca belə deyək məşğul ola bilmir və bu yük ananın çiyninə düşür. Ana gələcəkdə öz övladının tərbiyəsinə və təhsilinə hazır olması üçün özü də təhsilli olmalıdır. Peyğəmbər İslam demiş ki, behişt anaların ayağının altındadır. Burada məqsəd nədir? Yəni, bilavasitə əgər kişi çörək qazanmaq üçün gedirsə, yəni evdən səhər çıxıb axşam gəlirsə, xanım bu günləri evin daxil işləri ilə yanaşı evladının tərbiyəsi ilə məşğuldur və onun tədrisi ilə, təhsili ilə məşğuldur. Valideyn ya ana, ya ata, yəni xüsusən mən ana üzərində çox dayanıram, bu elmi bilməlidir, bu elmdən xəbər olmalıdır. Artıq o evladını da o elmlə artıq formalaşdırmalıdır, tədris verməlidir. Ana əgər kamildirsə, evlad da artıq kamilləşəcək. Analarımız, xanımlarımız və qızlarımız bugün özünə elmi vacib bilməlidir. Necə ki, bunu Quran-ı Kərim və Peyğəmbər İslam vacib buyurur, xüsusilə qeyd edirəm ki, qızlarımız və xanımlarımız bu günləri ən ali bir tribunadan, ən ali bir məqamdan, ən ali bir yerdən bizim qızlarımızın səsi gəlməlidir. Surxan müəllim, mən verilişimizin sonunda istərdim ki, sizin tövsiyələrinizi eşidək. Siz bugün övlad tərbiyəsi ilə bağlı valideynlərə və həm də övladlara nə demək istərdiniz? Mənim ümumiyyətlə gənclərə, valideynlərə tövsiyəm budur ki, birinci növbədə Peyğəmbər İslamın hədislərinə istinad edərək evladlarının tərbiyəsi ilə məşğul olmadan öncə evlad əgər ana bətnindədirsə, gənc ailə qurubsa, sabah ana olacaq, ata olacaq və bir mənalı valideyn olacaqsa, artıq ilk ana bətnindən onu tərbiyələndirmək lazımdır. Onu ana bətnində artıq dünyaya gəlməmiş, dünyaya təqdim eləyəndə normal şəkildə təqdim eləmək lazımdır. Belə deyək, əgər bu günləri evlad dünyaya gəlirsə, bütün bədən üzvləri normaldırsa, amma onun içində bir cəhalət varsa, əlbəttə o insan naqisdir. Yenə də qeyd edirəm. Əgər bəşəriyyətə hər hansı bir normal şəkildə evladı Allahın əmri ilə təqdim ediriksə, bütün bədən üzvləri əgər normal yerindədirsə, onun içində bir savadsızlıq varsa, onun içində bir cəhalət varsa, onun içində elmə ikrah varsa, ondan böyük naqislik ola bilməz. Valideynlərə, xüsusən gənclərə tövsiyəm budur ki, bu məsələ mühüm məsələdir, ona diqqət eləsinlər və evladlara da mənim tövsiyəm budur ki, onlar atalarının cavanlığından istifadə edib yaşlaşan zaman onlara qocalar evinə atmasınlar. Onları əlsiz, ayaqsız yerlərdə məskunlaşdırmasınlar. Valideynə hörmət etmək Allaha hörmət etməkdir. Əgər bir insan ata-anaya hörmət etmirsə, valideyn tərbiyəsi hiss eləmirsə, illərlə qıldığı namaz batil, illərlə verdiyi ehsan məqbul sayılmır. Ən böyük ehsan, ən böyük yaxşılıq valideynin qarşısında itaat etməkdir. Surxan müəllim, çox sağ olun bu gözəl mövzu haqqında və hamımız üçün lazımlı olan tərbiyəvi bir mövzu haqqında öz fikirlərinizi bizimlə bölüşdünüz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdarım.
övlad tərbiyəsi mühüm məsələdir və övlad tərbiyəsinə çəkilən zəhmət mütləq gələcəkdə özünü doğruldacaq. Çünki gələcək övladlarımızın əlindədir. Allah amanında.